Salam aleykum. Məncə çox maraqlı döyüşlər olacaq. Mən də Kənana görə gəlmişəm. Kənan dostumdur. Onu dəstəkləyirəm. İnşallah Kənan qazanacaq. Məncə çox maraqlı döyüş olacaq. Kənanı zaten tanıyıram. Təcrübəli idmançıdır. Məncə Kənan qalib olacaq. İnşallah. Fikirlərim budur. Salam aleykum değerli dostlar, değerli kardeşler. Dostumuz Kenan Bayramova dəstək olmaq üçün gəlmişik. İnşallah uğurlar arzuluyoruz. Приветствую всех. Приехал поддержать своего брата Kenana Bayramova. Желаю ему удачи в бою без каких-либо travm. Yəni yanımda bu gecə dəyərli qardaşlardan Zaur qardaş var, məni tək qoymayan və mənə böyük dəstəklərini göstərən Greenhouse şirkətinin nümayəndəsi. Özünə söz verək. Buyur Zaur qardaş. Salamlayıram dostlar herkese. Biz gelmişik Greenhouse adıyla bir Kenan kardeşimize destek olarak. Biz Kenan'ı bir sponsor olarak destekleyirik, kardeş olarak destekleyirik. Allah uğurlar versin inşallah. Oğluma inanıram və güvənirəm. Polnu period. Döyüşdən nə gözləsən ata? Nətər olmalıdır? Mən fikirləşirəm birinci raundda bu iş bitməlidir. Qələbə sənin olmalıdır başqa. Hamı birinci raund deyir. Bir nəfər də ikinci, üçüncü raunda qədər döy demir. Biraz uzun döyümdən ata. Yox ya, çox uzatma. Nə lazımdır? Qısa və konkret mənə. Sila yes period. Hepsi. Biz bilirik sən Yaxın tut. nə qədər yaxın tutun. Çox yaxın tut. Hə. Biraz yana. Belə? Biraz yana. Yox, elə o qədər yoxdur. Belə yaxşıyım. Belə yaxşıyım qardaş. Hə qardaş, bizim fikirlərimiz də sən bizdən daha yaxşı bilsən. Yəni sənin qələbəni izləməyə gəlmişik. Sənin qələbəni izləməyə gəlmişik. Maksimum dəstəklə bütün hər kəs burdadır. Öz çəkisində ən yaxşı MMA döyüşçülərindən biridir. Mənim döyüşüm haqqında nə fikir etsən, rəqibimə baxırsan, analiz eləyirsən. Rəqibə baxmışam, döyüşlərini incələmişəm. Yaxşı idmançıdır, amma inanıram ki, birinci raundda nakavt olacaq. Bu da birinci raundda nakavt deyir. Yəni mən hər şeyimi qoyub birinci raundda nakavt eləməliyəm. Başqa yolu yoxdur. Hamı birinci raund deyir. Müəllimimiz WFMC-nin Gürcüstan prezidentidir. Tofiq müəllim, bugünkü döyüşlə bağlı fikirləriniz nədir? Bizim bu döyüşümüzlə, bu kəmərlə federasiyanın kəmərinə çıxış eləyəcək. Sizə bu bizim karyeramız üçün nətər bir addımdır və nə fikirləşirsiniz? Öncə mən hər kəsi salamlayıram və sizin döyüş demək olar ki, Gürcüstanda həm də ki, Dünya Federasiyası tərəfindən gözlənilir. Yəqin ki, günü sabahdan bu döyüş efirlərə qoyulacaqdır. Bu yaxın vaxtlarda mən Dünya Federasiyasının prezidenti İsa Akkuşla da əlaqə saxladım. O da bu döyüş haqqında, kəmər döyüş haqqında maraqlandı. Mən ümid edirəm ki, çox uğurlu döyüş olacaq və sizə də öz uğurlarımı arzulayıram ki, inşallah ki, yaxşı nəticə ilə əldə edəcəksiniz və bundan sonraki etapda artıq digər kəmərlərin uğrunda da mübarizə aparmaq üçün sənin önün açılacaqdır. Mən ümid edirəm ki, hər şey yaxşı olacaq və əsas sözümüzü döyüşdən sonra demək bizim üçün daha uyğundur, elə düşünürəm. Salam aleykum. Döyüşümüzə 2 döyüş qaldı. İndi yəqin ki, bu döyüşdə nakavtla qutarar, tez qutarar. Bizdən sonraki döyüş də 100% tez qutaracaq. Yəni, haradasa bir 10-15 dəqiqə qaldı döyüşümüzə. Həyəcanlıyam bir az. Amma %99 əminəm ki, 100, yəni mən udacam, qalib gələcəm inşallah. Bu qədər həm yerlimin burada olması, baxması, mənə verdiyi motivasiya, mənə verdiyi güc sözlə başa salına bilməz. Burada o qədər dostlarım, qardaşlarım, əmilərim, dayılarım, yaxınlarım, babalarım, ən önəmləsi doğma qardaşım, atam, hamısı buradadır. Döyüşmə yaxından baxacaqlar. Onların heç birinin üzünü yüzüstü qoymaram təbii ki. Böyük danışmaq istəmirəm, amma özümə çox güvənirəm. Əziyyətimi bilirəm, kim olduğumu bilirəm, rəqibin kim olduğunu bilirəm. Rəqibin çox yekə-yekə danışmağını hamımız gördük. Döyüşdən qalaq özündən çox razıdır. Udacağına çox inanır. Amma rəqib məni bu döyüşdə birinci raund başlar-başlamaz ortaya düşüb qırışmağa dəvət elədi dünən konferansda. Mən özümə və adıma yaraşacaq şəkildə döyüşəcəm. Qırışacam ondan. Amma texniki çərçivə içində qırışacam. Amma o bunu eləyə bilməyəcək. Gözləmədə qalın. Birazdan döyüşəcək.
Yorulmuşum senden yorulmam usanamam. Milyonlar kazandım oturduğum yerde. Giremem çiğnerim seni sen midemde çiğnemem. Bir gün geldim yine sultanlarda elimde sultanatı. Bir gün geldi dostumla bağımsız yere hep Ona çıkacağım. Sonya. Sonya. Üstümde yok. Değerli arkadaşlar, hoş geldiniz. Başka türlü neler olmalıydı? Siz ki kardeşlerin karşısında hayatında ilk kez o şehirde dönüşüyor. Ne olmalıydı? Bu dövüş teşkil edilen teşkilatçılardan İbrahim Əli'den, Oğuz Yiğit'den, İzzat Veliye kardeşler. Herkesten minnettarlığımı bildiriyorum. Başta İsmail Aliyev benim ilk işler Mehmet Şeşir başkanıştım. Çok teşekkürlerimi bildiriyorum. Onun sayesinde ucum var. Bugün Beşiktaş ilk kez dünya şampiyonu oldum. Çok böyle heyecanlı benim için çok hoş bir duygu. Ve burada bunu da bildirmek isterim ki bu İngiliz kariyerimizin benim için en güzel, en duygulu, en heyecan verici dövüşüydü. Çünkü sizin için değerli kardeşlerim karşısında dövüştüm. Saplatmak istemeyen insan kardeşimiz var, ona da görüşmeden sonra da her biriniz gözlüyorsunuz. Teşekkürlerimi bildirmek isterim. Kavmiye Efendisi'nin Kürdistan prezidentine benim için bu fırsatı tanıyan Tofik Akberov müəllimim çok sağ olsun. Yıllardır ki bizim yanımızdadır. O bizim yanımızdadır. Biz Tofik Akberov müəllimimiz sayesinde çok böyüdü ve büyümeye devam edeceğiz. Hem sizin sponsorlarıma çok teşekkür etmek isterim. Hem büyük rol oyunu,
başta aileme, atama, değerli minnettarlığımı bildirirəm. Ne kadar ki var oldum, ne kadar ki imanda oldum, heç bir gün dəstəklərini əsirgəmədilər və hər zaman arxamdadılar, uçsam da, uduşsam da, bu mənim üçün ən böyük dəstəyidir. Həmçinin bu döyüşdə baş sponsorum olan Greenhouse şirkətinə dərin təşəkkürlərimi bildirirəm və onlardan, nümayəndələrdən burada Araz müəllim var. Onun təşəkkürlərimi eləmək istəyirəm. Buyurun sizə. Assalamu alaikum kardeşler. Uçanlarını seviyoruz. Robert Salma Bitcoin'ler. İmza düşen Akköy'den. Sonra. Buyurun sağ olun. Bizim kampanyamızın adını sen tebrik edeyim. Umurlar. Hemşe sen almayı tutacaklardan işledik. Bir elimizin askerler, ardavar, Gürcistan bağlısı olarak sen hemşe adlarını işledik. Buyurun resmanlarla. Svoigo, Tago, sportsmenim, Skoel es, Kalamarta is Smatkoel sportsmenim Heroiko, Kalamarta Etobaşıya, Sakartolo, Şibin, Sakimada, Gayizamada, Pirvela, Beyla, Sıkma, Kva, Oyna Svelat Solay Bulşi, Adakali Yorkları. Bəli. Və gördüyünüz kimi nətər olmalıydı? Nə demişdik? Nakavt eləyəcəkdik birinci raundda. Başqa türlü ola bilməzdi. Çox sağ olun. Hər kəsə minnət. Like-ə basmağı, abunə olmağı yaddan çıxartmayın.